Gün sonu bağlamaq üçün nə edirik? Deməli, birinci speed key, buradan pause və axırdan ikinci bu əməliyyatı seçirik, təsdiqləyirik, təsdiqləyirik. Biz bunu təsdiqləyəndə restoran ödənişi var. Restoran ödənişləri gəlib bizim kassamızda görünür. Burada göründüyü kimi. Restoran post elədik. Biz post əməliyyatını elədikdən sonra night audit birinci əməliyyatı seçirik. Təsdiqləyirik. Təsdiqləyirik. Təsdiqlədik. İndi yenə night audit, burada isə end of day eləyirik, gün sonu eləyirik. Burada 20-sidir, ayın 21 olmalıdır, yəni cari gün olmalıdır. Təsdiqləyirik. Təsdiqləyirik və bizə soruşur, amma deyir ki, mümkün olmadı. Ləğv edildi. Nəyə görə ləğv edildi? Çünki bizim rezervasiyamız var. Rezervasiyalar hamısı gəlməmiş, rezervasiyaların hər biri in-house-da görünməmiş, onda günü bağlamaq olmur. Ona görə nə edirik? Həmən rezervasiyaları, bura düşdü, həmən rezervasiyaları iptal edirik. Bizdə ayın 20-sinə olan rezervasiyalar hansılardır? Deməli, bunu cancel reservation, səbəb də yazaq. Burada belə bir problem var, bunu indi deyəcəm nədir. Bizim burada belə bir problemimiz var. Bura baxaq görək nədir məsələ. Biz bunun depoziti var deyə, bunu biz ləğv eləyə bilmirik. Ona görə nə etməliyik? Burada depoziti sıfırlamalıyıq. Depoziti sıfırlamaq üçün də biz burada correction eləyirik. Add correction elə eyni seçək, B kart seçək. Məbləğimiz neçədir? 30-dur. 30 yazıram. Təsdiqləyirəm. Resept istəyirsiniz? Yox, bu bizə lazım deyil. Sıfırlandı. İndi bunu təsdiqləyirəm, yaddaşa verirəm. Həmin rezervasiyanı indi cancel eləyirəm. Təsdiqlədik. İndi bu günə rezervim qalmadı. Ayın 20-sinə daha doğrusu. Gəlirəm yenə night audit, end of day. Görürsünüz, burada rezerv görsənmir. Təsdiqləyirəm. Bir dəfə də təsdiqləyirəm. Təsdiqləndi. İndi bir dənə bunu bağlayaq. Hələ 20-si göstərir, yenilənməlidir indi. Yenilənməsi üçün isə mən bura açanda ilə görürəm ki, məsələn, bura bir dənə açılsın. Yeniləndi. Bizdə burada yeniləndi. Bu yanıb keçənlər bizdə nəyi göstərir? Bu gün çıxış olanları göstərir, çıxmalı olanları göstərir, check-out olacaqları. Burada da gördüyümüz kimi ayın 21 oldu, dəyişdi. Gün sonu bu qədərdir.